Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Respublika yolundan Binəqədiyə sentralinə gedən yolun üstündə yoldan 4 dənə marşrut çıxır. Marşrutdan hardasa təxmini bir 200-250 metr məsafədə və marşrut oradan keçir. Qapının ağzına qədər demək olar asfalt olan ərazidə 4 otaqlı bir tam təmirli bir həyət evini satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Bax, bura maşın saxlamaq üçün ən əlverişli bir dayanmaq üçün bir əlverişli torpaq sahəsidir. Buradan da daxil oluruq evin həyətyanı sahəsinə. Gördüyünüz kimi də burada da rahat həyətinə 3-4 maşın daxil olan bir həyət evidir. Buradan daxil oluruq, drapları qoyulub, qaz, su, işıq, hamısı kommunalları var. Ev qoşadaşdan inşa olunub, kürsülü bir evdir. Yəni düşünməyin ki, evin kürsü yoxdur. Yəni evin hündürlüyü də var. Bunu da nəzərinizə çatdırım. Buradan keçirik, buradan da belə pilləkəndir. Buradan nə istəsəniz yarada bilərsiniz. Demək, bax, kürsü də hardasa bir 7-8 da kürsüdür. Quru ərazidir, baxın, qupqurudur. Yəni evə ümumiyyətlə nəmişliyini bilməkdən ötürü həmişə çalışın evin zirzəmsinə fikir verin. Yəni çöldən nəmişlik bilinmir, hörmətli izləyəcək. Əsas evin zirzəmsindən bilinir. Yağış altında qalan nə varsa hamısı korlanır. Elə bilirlər ki, bəzən ki, nəmişlik var. Bu yağışın altında olan hər nə varsa həmişə korlanır. Əsas zirzəmiyə baxmaq lazımdır. Demək, buradan daxil oluruq. İçəri girən kimi, bax, belə burada bir dəhlizdir. Geniş dəhliz. Girişdə də sol tərəfdə. Yəni, bax, belə giriş qapısıdır. Burada girən kimi solda. Sanuzel. Burada bir uşaq otağıdır, gördüyünüz kimi. Təmiri qaydasında burada geniş bir mətbəxdir. 15-16 kvadratlıq mətbəxdir. Aboylar da hamısı qaydasında. Gördüyünüz kimi bütün nə varsa hamısı təmirdən çıxıb. Demək, sol tərəfdə hörmətli izləyicilər. Burada yenə də bir otaqdır. Bu otaqlar ikisi də uşaq otaqlar sanır. Biri bir qızsın, biri oğlansın. Yəni belə bir nəzərdə tutulub. Burada bir böyük geniş yataq otağıdır. 4-ün 4-ü 16 kvadratlıqdır. Burada bir yenə də demək 4-ün 6-6.50-yə olar. Bəlkə də 7 metrdir. Bir yataq otağı, qonaq otağıdır. Üzr istəyirəm, hörmətli izləyicilər. Bu da qonaq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, ev haqqında bütün məlumatlar nə varsa hamısı təqdimatda sizə çəkdim, göstərdim. Kimlərsə evini satmaq istəyirsə 055-389 3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Sesal əmlak, sesi balmaq, Instagram, TikTok, YouTube'da evlərimizi izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, bu ev yenə də qeyd edirəm, bələdiyyə sənədindəndir. Yuxarı yoldan, yəni Xırdalan Qurğundan, Sentralni Qay yolunun üstündən, gedən yolun üstündən 200-250 metr məsafədə qapının ağzına qədər asfalt olan ərazidə qiyməti 85.000 manatdır, saf qiymət kimi. Real aldıqsa endirim olmağına birbaşa sahibinə göstərəcəksiniz. Son sözlə ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah